İmam Hüseyin əleyhissalam buyurdu. Həzrət Peyğəmbərdən sonra onun xəlifəsi, möminlərin əmiri Əli ibn Əbu Talib, Həsən, mən və mənim nəslimdən gələcək 9 övladımdır. Onların adları belədir. Birincisi oğlum Əli, onun oğlu Məhəmməd, onun oğlu Cəfər, onun oğlu Musa, onun oğlu Əli, onun oğlu Məhəmməd, sonra onun oğlu Əli və onun oğlu Həsən, əleyhissalam, Həsəndən sonra oğlu Mehdi əleyhissalam onun yer üzündəki xəlifəsidir. O, mənim 9-cu oğlumdur. O, qiyamətdən əvvəl yer üzündə Allahın dinini hakim etmək üçün qiyam edəcək. Bir nəfər İmam Hüseyin əleyhissalamın yanına gələrək salam verdi və imam onun salamını aldı. Həmin şəxs, ey Allah Rəsulunun oğlu, sizə bir neçə məsələ haqqında sual vermək istəyirəm, dedi. İmam Hüseyin əleyhissalam buyurdu. Soruş. Həmin şəxs soruşdu. İmanla yəqinin arası nə qədərdir? İmam Hüseyin əleyhissalam buyurdu. 4 barmaqdır. Həmin şəxs soruşdu. Necə məyər? İmam Hüseyin əleyhissalam buyurdu. İman eşitdiyimiz, yəqin isə gördüyümüzdür. Qulaqla gözün arası 4 barmaqdır. Həmin şəxs soruşdu. Göylə yer arasındakı məsafə nə qədərdir? İmam Hüseyin əleyhissalam buyurdu. Duanın qəbul olduğu müddət qədər. Həmin şəxs soruşdu. Bəs məşriqlə məğrib arasındakı məsafə nə qədərdir? İmam Hüseyin əleyhissalam buyurdu. Günəşin qət etdiyi bir günlük məsafə qədər. Həmin şəxs soruşdu. İnsanın izzəti nədir? İmam Hüseyin əleyhissalam buyurdu. İnsanlara möhtac olmamasıdır. Həmin şəxs soruşdu. Ən çirkin şey nədir? İmam Hüseyin əleyhissalam buyurdu. Ən çirkin şey yaşlı insanın günahı, sultanın hiddəti, əsl nəcabətli şəxsin yalan danışması, varlı insanın xəsisliyi və alimin ehtirasıdır. Həmin şəxs dedi. Doğru söylədin ey Allah Rəsulunun oğlu.